Salam, deməli, dimdən qalmışdıq say sistemlərində 101-cidə. 101-ci suala baxırıq. 101-də 25x say sistemində 17 deməli 2x bərabərdir 13-də 5x. Deyir, burada x-i təyin edin. Deməli, burada açıq yazılışla deməli, açırıq 2x üstəgəl 5 üstəgəl 2x üstəgəl 7 bərabərdir 5x üstəgəl 3. Buradan eləyir 4x, 5x-dən birini çıxanda 4x-dən sonra 1 qalır, x bərabərdir, bu olur deməli 12. Bu tərəfə də keçəndə deməli olur 12-dən 3-ünü 9, x oldu 9. Sonra 102-yə baxaq. 102-də bu 101 idi. Onluq say sistemində verilmiş 20 vurulsun 6 üstü 15 ədədinin ikilik say sistemindəki təsvirinə sıfırların sayını yazırıq. 20 vurulsun 16 üstü 15. İkilik say sisteminə çevirmək lazımdır. Deməli 20 necə yazılır? 2 deməli 16, 8, 4, 2, 1 ilə yazılır. 1, 0, 1, 0, 0 belə yazılır. Bu da 2 üstü 4 üstəgəl deməli 2 üstü 2-dir. Burada bunları deməli əslində bu lazım deyil, bizə elə vurma lazım. Bunu vuracağıq. Bu 16, 20-ni də deməli 1, 0, 1, 0, 0 kimi yazsaq. Vurulsun 16-nı da 2 üstü 4 üstü 15 kimi yazıram. Bərabərdir. Deməli 2 üstü 4'ü vururam 15'ə, eləyir 2 üstü deməli 22 yadda 4, 60 edir. 2 üstü 60 vurulsun 1, 0, 1, 0, 0. 2 üstü 60 nə deməkdir? 1 yanda 60 dənə sıfırdır. Deməli, daha doğrusu, hədə bir 60 dənə sıfırdır. Bunu da vururuq. Deməli, 1, 0, 1, 0, 0. Bunları deməli, bunlara vurduqda deməli, elə nəyə soruşur bizdən? Sıfırların sayını. Üstdə deməli 60 dənə sıfırdırsa, burada da 3 dənə sıfırdırsa, 3 dənə sıfır artacaq. Bu da olacaq 63. 103'ə baxaq. 2B16 üstünə 1, 2, 7, 8 say sistemində cəmi ikilik say sistemində ifadə edilərsə, bunu ikilik say sistemində yazmalıyıq. Deməli, cəmini deməli, necə yaza bilərəm? Bunu deməli, çevirirəm onluq say sisteminə, digərində onluq say sisteminə deməli, çeviririk. Bir dəqiqə baxın. Ya da elə 8-likdə elək, sonra çevirək. Deməli, baxaq burada. Bunu 8-liyə çevirsən və toplasan, deməli, belə edim də. Yaxşı, yazım 2B16. Deməli, 2B16-nı 8, 4, 2, 1 qaydası ilə 2-ni göstərmək üçün mənə nə lazımdır? 0, 0, 1, 0. B də 11-dir. 11 də mənə bu, bir də bu lazımdır. Yəni 1, 0, 1, 1. Belə. Bunun da üstünə gələcəm. Deməli, bunu 8-liyə çevirsəm. Bir dəqiqə, bunu 8-liyə çevirim. Görüm neçə eləyir. Sonra gəlin. Bu 0-da heç. 1, 2, 4 yazsam. Bu olacaq 5. 1, 2, 4 yazsam. Bu da olacaq 3, 53. Deməli, 8-likdə 127-nin üstünə gəlirəm. 53-ü. 7-nin üstünə 3 gəlirəm. 10 edir. 8-likdə 10 yoxdur. Ondan 8-ini çıxıram. 2 qalır. Bir də yadda. 2-nin üstünə 5-ini 7, bir də yadda 8. 8-likdə yenə 8 yoxdur. Çıxıram 8-in 0, 1 yadda. Bu da 1, bir də yaddaydı 2. 202. Deməli, 202-ni də ikilik say sisteminə çevirsən, necə yazacam? 4, 2, 1 qaydası ilə. Deməli, 0, 1, 0. 0-ı da 3 dənə 0. 2-ni də yenə 0, 1, 0 yazırım. Burada bir rəqəmin sayını soruşur. Bu da 2 ədəd demək. 103-də də 2 ədəd 1 var. Sonra 104-ə baxırıq.
Deməli 104-də onluq say sistemində verilmiş ən böyük iki rəqəmli ədədlə 16-lı say sistemində ən kiçik tək rəqəmli ədəd. 16-lı onluq say sistemində ən böyük iki rəqəmli ədəd neçədir? 99. 16-lı say sistemində ən kiçik tək rəqəmli ədəd, ən kiçik tək ədədin, ən kiçik tək ədəd də 1-dir. Deməli, cəmini deyir, 1-dir. 8-lik say sistemində yaz, bu oldu 100. Ümumiyyətlə çevir, 1 onsuz da onluqda da 1-dir, elə bu onluqda olur. Deməli 100. Bunu 8-lik say sistemində ifadə etsəm, 100-ü böləcəm 8-ə. Buradan deməli necə düşür? 1, 8, 2, 20, 22, 16, 4. 12-ni 8-ə. Deməli 12-ni 8-ə 1, 8, deməli 6, 4. Bu da 4, bu da 1, 1, 144. 144 edir. 144. Sonra 105'e baxaq. 105'də də 32 üstü 3 onluq ədədini, 32 üstü 3 onluq ədədini 8-lik say sisteminə çevirəndə. Demək, bunu 2-liyə çevirəm. 2 üstü 5 üstü 3. Bu eləyir 15. 2 üstü 15. Birinci rəqəmi deyil, neçə ilə başlayır? 8-ə çevirəcəm. 8-ə çevirmədə 2 üstü 3-ü ayırıram. 3 dənə 5-ini. 3 dənə 5-in demək 15 edir. Heç qabağında heç nə olmur. Yəni bu da 8 üstü 5 deməkdir. Bu da nə deməkdir? Bir yanında 5 dənə 0 8-likdə. Deməli neçə rəqəm, hansı rəqəmlə başlayır? 1 ilə başlayır. 106-ya baxaq. 8-lik say sistemində ən böyük rəqəmli cüt ədədlə 10-luq say sistemində ən kiçik rəqəmli tək ədədin fərqi neçədir? 106. Ən böyük rəqəmli cüt ədəd. 10-luq say sistemində ən kiçik, deməli 8-lik say sistemində ən böyük rəqəmli cüt ədəd 776 deməkdir. 777 ən böyük rəqəm ədəddir, sadəcə tək ədəddir. Ona görə 776 yazırıq. 10-luq say sistemi bu 8-likdədir. 10-luq say sistemində ən kiçik rəqəmli ədəd. Üstəgəl ən kiçik rəqəmli ədəd də 100-dür. Daha doğrusu rəqəmi tək ədəd deyirsə 101-dir. Bu 101-dir. Aha. Sonra deməli bu da onluqdadır. Fərqi cəmi demir. Fərqi neçə edər? Nəticəni onluq say sistemində yazaq. Onluq say sistemində. Demək, bunu onluğa çevirməliyim də. Mən artıq bu onluqdur. Bunu da onluğa çevirəcəm. Onluğa çevirmək üçün 0, 1, 2, 7 vurursun 8-in kvadratı 64. 7-ni vuracam 64-də. 7-ni vuracam 64-də, üstünə gələcəm 56, üstünə gələcəm 6. Deməli 7 dəfə 4-ünü eləyir 28, 2 yadda, 7 dəfə 6-nı deməli 42, 2 də yadda 44, 448, üstə gələr 56-nın üstünə 6-nın gələndə 62 edir. Deməli burada da eləyir 500, 510, 510, 510 ədədi. Deməli 106-da da bir də nəsə səhvlik var. Bir dəqiqə, 510-dan da çıxıram 101-ini. 101-i. 510-dan da 101-ini çıxanda 9, 0, 4, 409. 409. Sonra 107-yə baxaq. 107-də də ikisinin hansı qiymətinə bərabərdir? Bunun üstündə də yaza bilərəm. 0, 1, bu eləyir 4, 2, üstə gəl 3, bərabərdir. 4 dəfə 9-unu edir 36, 36 üstə gəl 7. 4, 2 bərabərdir. 36-nın üstünə 7-ni edir, deməli 43, 43-dən də 3-ünü çıxanda 40 qalır. X də bərabərdir, 40-ı 4-ə böləndə 10. 107-də də neçə eləyir? 10 edir. 108-ə baxaq. Burada da deyək, doğruluğu olması üçün x-in qiyməti neçədir? Deməli 0, 1, 0, 1. Bax, buradan bir dəqiqə baxıram. 2-nin üstünə 5 gəlirəm, 7 ilə 7 olaraq yazır. 3-ün üstünə 6 gəlirəm. 6 da deməli 6, 6 yerinə amma yazıb 11. 6 deməli 6-dan yox, belə bilinmədi. Bir dəqiqə. Deməli 3 2 üstə gəl 2, üstə gəl 6, 2 üstə gəl 5 bərabərdir. Deməli x kvadrat üstə gəl 2, üstə gəl 7. Bunu açdıq. Sonra buradan x kvadratı üstə gəl.
Deməli, çıxaq daha doğrusu olacaq. Burada 3x, 6x, 9x edir. Bu tərəfə keçirdən də edir. Çıxaq. Deməli, 8x. Çıxaq 8x. 7'lər gedir bu tərəfə. 7. Aha, 7'lər gedir. Bərabərdir 0. Sonra x vurulsun. X çıxaq 8. Buradan da x də bərabərdir 8'ə. Bu da deməli x 8 imiş. 108'də. Sonra 109'a verilmiş bərabər x'in qiymətini yenə tapın deyir. X'in qiymətini taparkən burada deməli 3x kvadratı üstəgəl 4x üstəgəl 6 üstəgəl 2x kvadratı üstəgəl 5x üstəgəl 7 bərabərdir 6x kvadratı üstəgəl 2x üstəgəl 5. Burada 3x kvadratı 2x kvadratı edir 5x. Burada 6x var idi. Qalır x kvadratı. Buradan yazıram. X kvadratı 109'a baxaq. Aha. X kvadratı 4x var. Burada 5x var. 9x. Bu tərəfdə olur deməli 7x. Çıxaq 7x. Deməli 6 var. 7 var. Bu edir 13. 13 çıxaq. Deməli 5'in çıxanda qalır 8. Bərabərdir 0. D bərabərdir b kvadrat. Yəni 49 çıxaq yox, üstəgələ. Burada çıxaq olduğu üçün üstəgəl 4'ü 8'ə vuranda 32 edir. Buradan da toplayanda eləyir deməli 70, 81. Bu 81 edir. X birçeyini də tapanda deməli mənfi b, yəni 7 üstəgələk deməli 9. Buradan 9 çıxır, böləndə 2'yə. Bu eləyir 16, 16'ın da 2'yə 8. Demək bu da 8 imiş. 109'da 8 imiş. 110'a baxaq. 110'da nə deyir? Verilmiş ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini onluq say sistemində yaz. Bilmir, yox. Yaxşı. Verilmiş ədədlərdən ən böyüyü ilə ən kiçiyi. Bura baxıram 1, 2, 4, 8. Bu neçədir? 4 ilə 8, 12'dir. Bir də orada 13. Bu 13'dür. Burada 0, 1 yazsam 1 vur 16, 16'nın da üstünə 10'un gərim edir 26. Bu da elə 10'dur. Burada isə 16'dır. İndi burada ən böyüyü budur 26. Ən kiçiyin cəmidir. Ən kiçik də 10'dur. Üstəgəl 10. Bu da eləyir 36. 110, 36. Belə. Sonra 111'ə keçirik. 257 onluq ədədin ikilik say sistemində yazılarsa bir rəqəmi cəmi. 257, 256 üstəgəl 1 deməkdir. Bu deməli nədir? 256, 2 üstü 8'dir. 2 üstü 8, yəni bax belə yazsam, buradan yazıram 111. 256, 256, buradan yazım. 256, 128, 64, 32, 16, 8, 4, 2, 1. Bax 250 neçə 7'ni almaq üçün bir mənə bu lazımdır, bir də bu lazımdır. Digərləri sıfırdır. 0, 0, 0, 0, 0, 0, 0. Məndən nəyə soruşur? 1'in 2 dənə 1 var burada. Deməli burada 2 dənə 1. 111 də 2'dir. 112'ye baxaq. Verilmiş ədəd onluq say sistemində göstərilir. Onluq say sistemində bax 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512. 512. Sonra 113'ə baxaq. 113'də nə deyir? Deyir ki 5, 15 əlavə olub. İkilik yazısını vahidin sayı 2'dən çox olan tam onluq ədədləri yazın. Yeni səhifə açaq. 5, 10, 15 arasında mənə nə lazımdır? 15'i deyirsə 8, 4, 2, 1 mənə bəsdir. 5'i almağım üçün deyək ki, bax 5'dir. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 5'i almaq üçün mənə nə lazımdır? 0, 1, 0, 1. Demək, burada vahidin sayı 2'dir. Demək, 2'dən çox olanları istəyir. Demək, 5'i götürməyəcəm.
6'da da yeni bax, bura ikisi 1'dir, qalan 0'dır. Mən 6'nı götürürəm. 7'də amma 3 dənə 1'dir. Ona görə 2-dən çoxdur. Bax 7-ni götürürəm. 8'də isə bir dənə 1 var, qalanlar 0'dır. Götürmürəm. 9'da bax bir dənə 8, bir də 1'dir. Demək bunu götürmürəm. 10'da bax budur, bir də budur. Yəni ona görə 10'u da götürmürəm, çünki 2-dən çox deyil mənə. 11'də artıq 2-dən çoxdur. 3 dənədir. 11'də götürürəm. 12'də də 2 dənədir. 13'də isə yenə bax belə, sonra belə 3 dənədir. 13'də götürürəm. 14'də 3 dənədir. 15'də də 4 dənədir. Aha. Demək, nəyi soruşur bizdən? Zonun tamamlıq edən sayını deyir ta. 1, 2, 3, 4, 5. 5 dənə. 114'də baxaq. 114'də də 20-30 aralığında deyil. 20-30'u hazırlamaq, düzəltməyim üçün mənə bir də 16 lazımdır. 8'ə qədər 15 idi. İndi 20'ni hazırlamaq, düzəltməyim üçün mənə 16 da lazımdır. Yaxşı, baxaq. Deməli, burada 20'dən 30'a kimi 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Deməli, 20 olmaq üçün nə lazımdır? Bir 16, bir də 4 lazımdır. Bax, bizə isə nəyi soruşur? 3'dən çox olsun birlərin sayı. Bu halbuki 2'dir. 20 nəzərə alınır. 21'də 3 dənədir. Məsələn, bax, budur, bir də budur, 3 dənə. 3'dən çoxu lazımdır, bu da deyil. 22'də, hə, bax, budur, 4, 20, bir də bax, o da 22'dir. Ona görə, bax, bu da nəzərə alınmayacaq, 3'dən çox olmalıdır. 23'də artıq 3'dən çox eləyəcək, bu buraları silin. 23'ə, deməli bu 20 eləyir, bir də bundan bu. Bir dənə bu 8 0 olur. Deməli 3'dən çoxdur. Deməli mən 23'ü götürəcəm. 24'də də bax bu 20'dir. Yox, bax bundan bu 24 eləyir. Bax 2 dənə 1 var, qalanlar 0'dır. Ona görə 24'ü götürmürəm. 25'də 3 dənədir. Bax bu, bir də budur, 3 dənədir. Mənə 3'dən çox deyil. 26'da bu 24, bir də bu 26, 3 dənədir. Bu da olmayacaq. 27'də bax bundan bu, yəni 16 ilə 8, 24. 24'ün də üstünə, deməli 24'ün üstünə 3'ün gəlməliyəm da. Bundan bunu. Bax bu, bir də bu. Yəni bir də bu dənə 0, 3'dən çoxdur. Mən 27'ni götürəcəm deməli. 28'i almaq üçün mənə yenə bax, bu lazımdır, 24, bu da bu lazımdır, 3 dənə eləyir. 3'dən çox olmalıdır, keçirəm bunu. 29'da artıq 3'dən çox eləyir, bax 0, 1, belə eləyəcək. 29'da götürürəm, 30'da da yenə avtomatik olaraq bu, bir də bu, deməli 4 dənə eləyir. 30'da götürürəm. Aha, nəyi soruşur bizdən? Üstün sonra tam olarak sayını. Yenə bunda sayını deyil, 23, 27, 29, 30. 1, 2, 3, 4 dənə eləyir. Demək, 114'də də 4 dənə. 115'də 141 ədədinin ikilik yazılışının neçədən 0 rəqəmi var deyir. Demək, 141 10 ədədinin ikilik yazılışında. Bunu deməli nə edirəm? 2'yə çevirmək. 141'i ikilikdə göstərməliyəm. Mən baxıram ki, daha rahat yolu var. 141'i 2'yə də bölə bilərəm. Hər dəfə bölüm, gedim, belə. Bir də var 141'i almaq üçün mənə bax, deyək ki, bunları necə yazırdım belə. 128'dən başlayıram. 128, 64, 32, 16, 8, 4, 2, 1. 2 qüvvətdən yazdım. 141 almaq üçün 128'in lazımdır. Sonra bax, 64 çox eləyir da üstünə gələndə. Ona görə bu 0 eləyirəm. Bunu gələndə, bu da çox eləyir, 32 gələndə. Buna da 0 yazıram. 16 gəlir. Bax 128'in üstünə 16 gələndə neçə edir? 130, 140, neçə elədi bir dəqiqə? 130, 144 edir, çox edir. Yəni bu da 0'dır. İndi 128'in üstünə 8'in gəlir. Neçə edir? 136. 136 elədi. Sonra 136'nın üstünə 4 gəlsəm eləyəcək 140. 140'ın da üstünə 1 gəlsəm eləyəcək 141. Deməli bunlar 0 olur. Yazılışı necədir? 1, 0, 0, 0, 1, 1, 0, 1. Nəyi soruşur? 0 rəqəmi. 1, 2, 3, 4 dənə.
Burada da 4 tane. 115, 4 tane deməli 0 var. 116'ya baxaq. Onluq say sistemində verilmiş. Deməli, bu şərtin ödəyi neçə naturadadır? Bunu çevirəndə 2 dənə seçsin 16, 16'nın da üstünə düşəndə 19. Bu hissə 19 edir. 19 kiçikdir 2. 42'ni də çevirəndə 10'luğa, 4'ü 16'ya vuranda bir dəfə 6'nı. Deməli 24. 2 yadda, 4 də birinci, 2 də yadda 6. 64 üstünə də 2 gəldi 66. Bu da 66. Düzdürmü? Aha, düzdür. Deməli 66 ilə 19 bir də kiçikdir. 66'dan 19'unu çıxıram. Bir də 1'ini çıxıram. Çünki burada bərabər kiçikdir. İkisi də kiçikdir. 66'dan 19'unu çıxanda deməli 16'dan 9'unu 7, 7'dən 1'ini 6. Burada qalmışdı 5, 5'dən 1'ini 4, 46. 46. 116, 46. Sonra 117'ye baxaq. Onluq say sistemləri bu ədədir. İndi bunu da çevirək. Burada da çevirəndə deməli 1, 2, 4, 8, 16, 32. Deməli burada 32 var, 8 var, 40, 4 var, 44, bir də 1 var, 45. Deməli bu 45'dir. 45 kiçikdir bərabərdir 2, kiçikdir bərabərdir nə? 75'i də çevirirəm. 7'ni də 8'ə vuranda elir 56. 56'nın da üstünə 5'in gəlində edir deməli 61. 61. 61 ilə 45 arasında. Burada kiçikdir bərabərdir olduğu üçün mən deməli üstə gəlib 1 yazacağam. Yəni 61'dən 45'ini çıxacağam, amma üstünə də 1 gələcəm. Deməli 11'dən 5'ini çıxıram. Qalır 6, 6'nın üstünə 1, 7. Burada da qalmışdı 5, 5'dən 4'ünü 1. 17. 117'də də nəymiş cavab? 17. 118'də ASCII kod cədvəlində bir fragment verilibdir. 5 simvolun altılıq say sistemində yazışı hansıdır deyil. 16'lığa çevirəcək. Bu 10'luqdur, 16'lığa çevirəcək. Deməli, burada baxıram ki, dalbadaldır. Deməli, 7, 55'dir, 6, 54, 5 də 53'dür. Deməli, 53'dür, amma 10'luq ədəddir. Bunu 16'lığa çevirməliyim. 10'luğu 16'lığa çevirəndə mən nə edirdim? Bölürdüm 16'ya. Buradan düşür 2, edir 32. Yox, üstə düşür bir dəqiqə. 3 edir 48. 13'dən 8'ini edir 5. Bu da 3, 35. 16'lıqda nəymiş? 35'miş. 118, 35. Sonra 119'a baxaq. 119'da da yine hələ bir şeydir. B simvolunun altılıq kodunu istəyir. A simvolları arasında məsafə baxıram ki 32'dir. Deməli A'dan sonra da B gəlir. B də 64 olacaq. Deməli 64'ün üstünə mən 32 gəlməliyəm. Bu deyilir 96. Bu onun onluq kodudur 96. Mən bunu 16'lığa çevirməliyim. 96'ın 16'lığa çevirəndə bölürəm 16'ya. Buradan düşür deməli 6 dəfə 6, 36, 3 yadda 6, 16, 3 də yadda 9. Buradan qalır 0. Bu deyilir 60. 119, 60. Bir də baxım, nəsə bir səhvlik var mı? Burada 119. Deməli B simvolunun kodunu istəyir. B burada 6. Ay 64 nədir? Bax. Bu da 66 olmalıdır. 66. 66'nın üstünə 32 gəlir. O deyilir 98. 98'i böləcəm. Buradan qalır 2. 62. 120. 120'də verilmiş ifadən onluq say sistemində hesablayın deyib. Onluq say sistemində çevir. Bu 18 deyib. Bunu onluğa çevirəndə 2'ni 16'ya vurub üstünə 13'ü gələcəm. 32'nin üstünə 13'ü gəlirəm. 32 üstə gəl 13 neçə edir? 45. 18 deyib. Bu 45'dir. 18 üstə gələr 45. Bu isə 1, 2, 4, 8, 16 yazanda 16 ilə 8 edir 24. 24'ün üstünə 4'ün 28. Bir gələndə 29. 29 bərabərdir. Deməli 8 üstünə 5, 13, 13'ün üstünə 9'unu deməli 21'i 1 yazıram 2 yadda.
5, 5'in üstünə ikisini 7, bir də yadda 2 də yadda 9, 91. Səhv etmirəmsə bir də baxın. Deməli 8'in üstünə 5'ini 13, 13'ün üstünə 9'u. Burada 92 şeydir. 92. 121. 121'də də deyil ifadənin qiyməti onluq sayı sistemində hesablayın. 1, 2, 4, 8, 16. Bu demək neçədir? 16'nın üstünə 8'in cəmi 24, üstünə 4'ün cəmi 28, da 29. Bu elədir 29. Bu hissə neçədir? Bura 29'dur. Bu hissə 1, 2, 4, 8, 16 yazsam 8'dən 16, 24, 2, 26, bir də 27. Bu da 27, bu da gelir 15. Demək 29 üstəcə 27 üstəcə 15. Onluqda istəyir. 9'un üstünə geçsin 16, 16'nın üstünə 5'ini 21, 1 yazıram. 2 yadda, 2'nin üstünə için 4, üstünə 1'ini 5, bir də 2 də yadda 7. Səhv etmirəmsə, etmədimsə əgər 121 71 edir. Hesabladım. Bəli, doğrudur. 122. Belə bir deməli ifadənin qiymətini deyir tapın. Bunu çevirməliyik. Deməli 4 vurulsun 23 8'likdə olanda 2'dən 8'in 16, 16'nın üstünə 3 gələndə 19. Bu edir 19. Çıxaq. 26'nı nəyə vururam? 26 vurulsun. Bölünsün daha doğrusu. 1, 2, 4, 8. Bu da edir 13. 26 bölünsün. 13 üstəcəl. Bunu da çevirəndə 0, 1 ilə 16. 16'nın da üstünə 13'ün gələndə verir 29. 16 üstünə 13'ün 29. Deməli bərabərdir. 4'ün 9'a vurun. 4 dəfə 9'unu 36, 3 yadda, 4 də 24, 3 də yadda 7. Çıxaq. 26'nın 13'ə bölündə 2, üstəcəl 29. Deməli 26'dan 76'dan ikisini 74'ü, 74'ün də üstünə 29'un gəlir. 90, 103. 103 səhv etmirəmsə, əgər 103 edir, bəli, 103. 123'də də 222 ədədi 16'lıq say sistemində yazılarsa, onda alınan ədəd hansı rəqəmlə başlayır? 222 ədədi, yəni bunu 16'lıq say sisteminə çevirəndə 2 üstündə 4, 4'ün neçəyə vuranda 222 edir. Burada 222'ni bölürəm 4'ə, deməli 5 dəfə 20, 2, 2, burada da 5 dəfə 20, 2 qaldı. Yəni 55 düşür da. Deməli 44'ü 55'ə vuranda edir 220. 2 çatmır, onda vururam 202'yə. Sonra deməli nədir? 16'lıqda 16'lığa çeviririk bunu. Bu da 4 yanında 55 dənə sıfırdır. 4 ilə var. Hansı onun ədəd hansı rəqəmlə başlayır? Deməli bu da elə 4 rəqəmi ilə başlayıb. 2 üstü 2 4 eləyir. 4 vurulsun. Bu 16'da 16 üstü 55. Demək 4 yanında 55 dənə 0. 4. 124 dənədir. 124'də də deməli belə bir ifadənin doğruluğu ən kiçik sayı əsasında. 4'ün üstünə 3 gəlib, deməli 1 edib. 4'ün üstünə 3 gəndə 7. 7'dən hissəsini çıxan da 1 edir 6'sını əlbəttə ki. Demək ən kiçik 6'lıq say sistemi olar. 5'lik olmaz, çünki 5'likdə toplayanda 5'lik. Nə deyir ki, nöqtəli ən böyük, 5'lik ola bilməz. Demək 6'lıqdır, 6'lıqdır tapdım ki, x 6'dır. İndi deyir ki, ən kiçik əsas say sistemi rəqəmləri müxtəlif olan ən böyük rəqəmdir. 6'lıqda ən böyük rəqəmli ədəd yazanda, amma müxtəlif belə yazacağım da, 6'lıqda 555'dir. Amma yəni burada rəqəmləri müxtəlifdir. Ona görə birincini böyük eləmək üçün birincini 5 edirəm, sonrasını 4 edirəm, burası sonra da 3 edirəm. 543. Sonra 125'ə baxaq, bayaqçı kimidir. Demək bunu çevirəndə 2-ni vururam 8'ə 16, 16 bu 20'dir. Kiçikdir bərabərdir 2, kiçikdir bərabərdir. Bunda 16 C neçədir? Deməli
12'dir. 12'ni vururam 16'ya. 12'ni 16'ya vuram da. 2 dəfə 6'ın 12 bir yadda. 2 bir yadda 3. Burada 2, 9, 1, 192 edir. Bura 192'nin də üstünə A, yəni 10 gələndə eləyir. Deməli 202. Burada 202'dir. Aha, deməli 202, 202'dən çıxacam 20'sini. 202 çıx 20. Üstə də gələcəm 1'ini. Çünki 2 dənə bərabərdir var. 202'dən deməli 20 çıxanda 10, 90 deməli belə eləyək. Burada yazın. Ondan deməli 2'dən 1'in 1. Bu 1. Burada da 0'dır. Burada da elə 2'dir. Bir dəqiqə. 2'dən 0'ını. 2'nin üstünə 1'in 3'dür bu. Bu 3'dür. Burada da 0'dan 2 çıxmır. 10'dan 2'sini çıxıram. 8. Bura olur 8. Bura 3'dür. 8 çıxanda. Sonra burada da qalmışdı 1. 183. 183. Sonra deməli 184 daha doğrusu. Aha, 126'ya baxaq. 126'da da bu 12 8'likdədir. Onu 8'in üstünə 2'sini gəlirəm. Eləyir 10. 10 kiçikdir 2, kiçikdir bərabərdir. C-də neçədir? Bayaq vurmuşduq da. Ya, ana vurmamışdım. Onun üstünə 10 gəlməmişdik. 11'in gəlməliyim. Burada. Burada səhv eləmişdim. Deməmişdim. Sonra burada deməli C 12'dir. 12'ni 16'ya vurduq. Elədi 192. Onda üstünə 10 gələndə burada 11 gəlməliydim. Ona görə 1 artıq burada 83 eləmişdim. Burada deməli 192'nin üstünə gəlirəm 10'unu. O da eləyir 202. 202. Bura 203 idi. Aha. Deməli 202'dən çıxacam. 202'dən çıxacam 10'unu. Heç bir şey gəlməsin. Çünki biri böyük, biri də bərabərdir. 202'dən 10'un çıxanda qalır. Deməli neçə? 192. 192. 126'da 192. 127'ye baxaq. 127'də də belə bir fərz doğrultusa sistemi əsasında müəyyən edin. Açırıq bunu. Burada x kvadratı üstü. Yəni burada yazın. Burada deməli yazsam 101, 2 üstəgəl 13, 10 bərabərdir 101, 2 üstəgəl 1. Açsam bu eləyir x kvadratı üstəgəl bu 0'dır. Heç bu 1 eləyir üstəgəl bu edir 10, 10 üstünə üçün 13. Elə 13'dür da yəni 10'luqdadır. Burada da x üstünə 1'in kvadratı üstəgəl bu da 1 edir. Yaxşı, burada x kvadratı üstəgəl bura 14'dür bərabərdir. X kvadratı üstəgəl 2x üstəgəl 1 üstəgəl 1 astıq. X kvadrat burada necə oldu bir dəqiqə? Burada nətər oldu? Əsasını müəyyəndir. Yaxşı, belə eləyək də. Burada necə oldu bir dəqiqə? X kvadrat. Bu niyə bir x kvadratı yazmışam ki mən? X kvadratıdır. 0, 1, 2. X kvadratı üstəgəl 1. Aha. Üstəgəl deməli. 1 üstəgəl 13. X kvadratı 2 üstəgəl. Daha 2x qalır. X kvadratlar getdi, 2x qalır axı. Deyirəm, ölçü heç nə qalmır. 14, 2x də bərabərdir. Burada 2 edir.
Deməli, burada da cicirdən də eləyir 12. X də bərabər də 6. Əsasını müəyyənin 6. 127, 6, 5-in 128-də baxaq. 651-dir. Ona ədədini ikilik say sistemi yazılışında bir rəqəmin sayını müəyyən edin. Deməli, bu onluq ədəddir. İkilik yazılışa çevirmək üçün bayaq asan yol demişdik. Dedik ki, 2-nin qüvvətləri şəklində yazsam 512 məsəl üçün yazaram. 513-dən sonra 256, 128, 64, 32 mən indi yazıram, ancaq siz yazmayasınız. Sonra öyrənəndən sonra 16, 8, 4, 2, 1. Burada 651 toplamaq üçün bu 1 olmalıdır. Bu 0 olur çünki çox olur. Bu da çox olacaq. Yox, çox olmayacaq. Elə 600 eləyəcək. 630, 40 eləyəcək. Bu deməli 3, 4, 640 edir. Bizə də lazımdır 651. Demək 11'i qalır. Bunlar 0 edir. Bunlar 0 edir. Mənə 11 lazımdır. Demək bu 1, bu 1, bir də bu 1 lazımdır. Belə bir şey. Bir rəqəmin deyir sayını. Bax budur. 1, 2, 3, 4, 5'dir. 5 dənə bir rəqəmi var. 129'a baxaq. 129'da deyir ki, doğrudur. Ən kiçik əsaslı say sistemində ən böyük rəqəmidir. 16 say sistemində müəyyən edir. Deməli, ən kiçik əsaslı say sistemi 4-ün üstünə kiçincə 6 idi. Bu 7-likdə də 6 eləyə bilər. 8-likdə də olur. Ən çoxu deməli 7-dir də, ən kiçiyi daha doğrusu. Yəni x 7-dir. Ən böyük rəqəmli ədəddir. 7-likdə ən böyük rəqəmli ədəd 66-dır. İndi 16'lığa deyirsə, bu 7-liklərdə 66. Bunu 16'lığa çevirmək lazımdır. Bunu 16'lığa çevirmək üçün birinci 10'luğa çevirirəm. 0, 1, 6 dəfə 7-ni 42, 43-ün üstünə 6-sını yerində 48. Bu 48-dir 10'luqda. İndi bunu 16'lığa çevirəm, nə edirəm? 48-i 16'ya bölürəm. 3 dəfə 48, 0. Elə 30'dur. 129'da cavab 30. Düz elədimmi? Bir də baxın. Bir dəqiqə, əsasən ən böyük 2 rəqəmli ədədir. 16 əsasən 66. 7 dəfə 6-ın 42. 42-nin üstünə 6-sını 48. Aha. 48, 0, 3, 30 edir də. 16'ya bölündə. Elə 30. Ən kiçik əsaslı sistemində ən böyük rəqəmli ədədir. Ən kiçik 7-likdir. 4-ün üstünə 2'sini 6. Bir dəqiqə 7-likdə necə ola bilər ki bu? Bu 7 olmazsa 5'in üstünə 3'ünü gəlir. Mən buranı diqqət edəmirəm. Ancaq axırlara baxıram. 5'in üstünə 3'ünü gəlirim 8 edir. 8, 7-likdə 8 olmur axı. Demək 8-likdə də 8 olmur. Qaldı 7, 9'luq. Aha. 9'luq say sistemində də ən böyük ədəd 88-dir. 2 böyük ədəd. 9'lu say sistemi 88-dirsə, bunu çevirirəm nəyə? Bunlar səhvdir. 9'lu say sistemində də 10'luğa çevirirəm. 8 vurulsun 9. 8 dəfə 9'un 72 edir. 72'nin də üstünə 80 gəldi. 8'in gəldi 80'dir. Bu 80 10'luqdadır. Bunu 16'lığa çevirirəm. 80'i böləcəm 16'ya. Deməli, 6 dəfə çox olur, 5 dəfə. 5 dəfə 6'nı 33 yadda, 5 dəfə 25 dəfə. Aha. Bu da 0, 50. Cavab 50. 130'da deməli 1, 2, 4, 8, 16, 32, 64, 128. Burada 128 üstünə 16 gələndə 128 üstünə 16, üstünə 8, üstünə o ikisi də 3 edir. Deməli, burada neçə elədi? 130, 144, 144 üstünə 144 elədi. 144 üstünə də 8 gələndə edir. 152, 152'nin üstünə 155. Bu 155'dir. Bu isə 8-likdə 240'ı da 8-likdədir. Bunu da çeviririk burada 240 8-likdə. Bunu da çevirim 10'luğa 0, 1, 2. 2 vurulsun 8'in kvadratı. Yəni 64 də vururam. 2'nin 128. Üstünə 4 vurulsun 8 edir 32.
Üstünə 32 gəlir. Eləyir deməli 150, 160. 160. Bu 155, biri 155. Kiçikdir 2, kiçikdir 160. Demək 160-dan 155-ini çıxıram, bir də çıxıram 1-ni. 160 çıxaq 155, çıxaq 1. Burada eləyir deməli 5-dən də 1-ini 4. 130-da da 4 edir. 131. Onluq say sistemi də verilmiş. Burada da 8-lik say sistemini ifadə edin. Q üstü 186. 8'ye çevirmək üçün Q üstü 3. 3-ün əvvəlində 186 edir. 186 neçə bölüm. Deməli, necə düşdü? 6, 18 və 6, 60, 62, 6, 18. Deməli, 0, 62-ni neçəyə böldüm? Ada 62. 62-ni deməli çevirəndə elə 186 deyilir. Yəni 8 üstü 62-dir. Nəysə alınır, hansı rəqəmlə başlayır? Bu elə 1 ilə başlayır da, 1 ilə. Hə, 1 yanında 62 dənə 0-dır. 1 ilə başlayır. 132-yə baxaq. İkili say sistemində verilmiş 101 rəqəmli ən kiçik ədədir. 8-lik say sisteminə çevirdi. Neçə rəqəmlərdə də alınır? 101 dənə ən kiçik ədəd 101 rəqəmli ədəd. Bu deməkdir ki, bir yanda 100 dənə 0-da belə deyək. Bu da 2 üstü 100 deməkdir. İndi bunu deyir 8-lik say sisteminə çevirdikdə. 8-liyə çevirsə 2 üstü 3, üstü neçə? Deməli, 33-ə vursam 99 eləyəcək da. 34-də vururum 0. Ona görə 1-i çatmır, ona görə 2 üstü 1-ə vururam. Demək ki, 2 ilə başladı. Bax, bu neçə rəqəmli ədədlə başlayır. Deyir, neçə rəqəmli ədəd alınır. Hə, neçə rəqəmli ədəd alınır. Bu, indi 2 vurulsun, 2 üstü 8 üstü 33. Bu da 34. 34 rəqəmli, 33 dənə 0-dır, bir də 2, 34 rəqəmli ədəd alınır. Sonra 133-ə baxaq. İkili say sistemində 57 rəqəmli ən kiçik ədədir. Yəni 1 yanında 56 dənə 0. Yəni 2 üstü 56. Bu 57 rəqəmlidir. Ən kiçik ədədir. 16-lı say sisteminə çevirdi. 16-lığa çevirəndə 2 üstü 4-ə ayıram. 4-ü neçəyə böləndə 56 eləyir. 56-ını 4-ə böləndə deməli 4, 1, 6, 4, 14. 14-ə vuranda deməli eləyir elə 4-də 16, 56. Yəni 16 üstü 14-dür. 1 yanında 14 dənə 0-dır. Nə deyir? Neçə rəqəmli ədəd alınır? 1 yanında 14 dənə 0 ilə 15 rəqəmli ədəd alınır. 134-də deyir ki, onluq say sistemində verilmiş 2 üstü 129 ədədi 16-lı say sisteminə təsvir olunarsa, alınan ədəd hansı rəqəmlə başlayır? Deməli, 16 say sisteminə çevirsin. 2 üstü 4-ə ayırıram. 129-u deməli 4-ə böləndə 3 dəfə. Demək ki, 30 deməli 30-a eləsən 31 eləsən 32 eləsən, hə, 32-yə 8 12 128 1 qalır. Deməli 32 üstündə. Biri də çatmır axı 128 edir. Onda 2 üstü 1-ə vururam. Deməli bu da nə deməkdir? 2 vurulsun. 2 üstü 4 16 üstündə 32. Nəyi soruşur bizdən? Ondan da hansı rəqəmlə başlayır? 2 rəqəmi ilə başlayır. 134-də 2. 131. Onluq say sistemində verilmiş 2 üstü 138 arada 16-lı say sistemi təsvir olunarsa. Onluq say sistemidir. Bu ədəddir 16-lı say sistemi. 2 üstü 138. 2 üstü 4-ə ayırıram. 4-ü 138-i 4-ə böləndə necə düşər? Deməli 3 dəfə 12, 1, 8, 5 dəfə 20, 4 dəfə 16, 2 qalır.
34. 4'ü 34'ə vuranda deməli 136 eləyir. Deməli 2 çatmır. 138 olsun. 2 üstü 2'yə vur. Demək bu 2 üstü 2 necə edir? 4 vurulsun. 2 üstü 16 üstü 34. Nəyi soruşur? Hansı rəqəmlə başlayır? 4 rəqəmi ilə başlayır. 134, 135-də 4'dür. 136'ya baxaq. Məlumatın rabitə kanalı vasitəsilə göndərilməsi üçün dörtlük say sistemi rəqəmlərindən istifadə edilir. Kodlaşdırma belə aparılır. Səhifə açaq. Əvvəlcə hər bir rəqəmə, deməli 12 rəqəmdən ibarət. Bura baxırıq burada, belə olanda. Deməli, bu ədədi əvvəlcə hər bir rəqəmə onun 2 rəqəmdən ibarət ikilik yazılışı qarşı qoyulur. Belə bir ədəddir. 1, 3, 0, 2, 1, 2, 4'lük ədəddir. Bunun demək ki, say sisteminə çevirəndə mən 1, 1, 2 də belə bundan çevirəcəm. 1'i yazmaq üçün mənə 0, 1 lazımdır. Yazaram 0, 1. 3'ü yazmaq üçün 1, 1 lazımdır. 0 yazmaq üçün 2 dənə 0, 2, 1, 0'dır, 1, 0, 1'dir, 2 də 1, 0'dır. Yazdım. Sonra deyir, alınmış ardıcılıqda bütün sıfırlar, birlərlə, birlərdə sıfırlar. Bütün sıfırlar birlər, birlərdə sıfırlar. Sonra deyir ki, əvəz edilir, sonra da deyir, kodlaşdırılır. Sonra alınmış ikili ardıcılıq 8 hesab sisteminə çevirək. Bunu 3'ü çağırıram. 1, 2, 4 yazanda 4, 1, 2, 4 yazanda 3, 1, 2, 4, 3, bu da 1. Demek 4331. 4331. 137'ye baxaq. Verilmiş adımların icrasından sonra alınacaq nəticəni müəyyən edin. 64 üstü 3. 64 üstü 3. 2 üstü 6 üstü 3. Edir 2 üstü 18. Deməli, sonra deyir, buna birinci adımda şədətin üzərinə 11 rəqəmli ən kiçik ikili ədədi gəlir. Bax, burada 2 üstü 18, bir yanda 18 dənə sıfırdır. 11 rəqəmli ən kiçik ikili ədədi yazan. 11 rəqəmli ən kiçik ikili ədəd nədir? 1 yanında 10 dənə sıfır. 1 yanında 10 dənə sıfırdır. 2 yan üzərində neçədir? Deməli, bunu silsəm 2 üzərində 10 dənə sıfırdır da. 2 üstə gəl, 2 üzərində 10 dənə sıfır. Bu ikinci. Sonra deyir, ikinci addımda alınan ədədin üzərinə 2 üstü 13 onluq ədədini əlavə edin. Bunun da üstünə 2 üstü 13 əlavə edirəm. Üçüncü addımda alınan nəticəni 16'lı say sisteminə çevirin. Yaxşı, bunları deməli 16'lığa çevirin. Elə heç toplamadan belə 16'lığa çevirin. 2 üstü 4, 4'ü nəyə vuranda 18 eləyir. Deməli, 4 dəfə 4'ünə 16'dır, 2 qalır. Ona görə 2 üstü 2 yazıram. Üstə gəl. 2 üstü 4 ayırıram. 4'ü 2'yə vuranda 8 eləyir. 2 yenə çatmır. 2 üstü 2'yə vururam. Üstə gəl. 2 üstü 4'ü 3'ə vuranda 12 eləyir. 1 də çatmır. Onda vururam 2 üstü 1'ə. Bərabərdir. Baxıram burada deməli 2 üstü 2 4. 4 vurulsun. 16 üstü 4. Üstə gəl, burada da 4'dür. 4 vurulsun, 16 üstü 2. Üstə gəl, bu da 2'dir. 2 vurulsun, 16 üstü 3. Nə deyir ki burada? Heç nə, bunları toplayacaq. Bir də 4 yanında 4 dənə 0. 1, 2, 3, 4. 4 yanında 2, 0. 2 yanında 3, 0. 1, 2, 3. Bunları toplayıram. 0, 0, 4, 2, 4. 42.400 edir. 42.400 16'lıq say sistemində. 138'ə baxaq. Burada deyil 807 onluq ədədini 16'lıq say sistemində təsvir edən neçə rəqəmli ədəd alır. Bunu da 16'lıq say sisteminə çevirəndə bayaqçılar kimi 2 üstü 3 üstü 7 yazıram. Deməli 8 üstü 7'ni 2 üstü 3 üstü 7 3 dəfə 7'ni eləyir deməli 21. 2 üstü 21'dir. Buradan 2 üstü 4 16'lığa çevirirəm. 4'ü vuram 5'ə 20 eləyir. 1 çatmır. Ona görə 2 üstü 1 yazıram. Bu neçədir deməli? 2 vurulsun 16 üstü 5'dir. Nə deyir? Neçə rəqəmlərdə dağılır? 2 yanında 5 dənə sıfırdır. 2, 3, 4, 5 dənə sıfır. Bu da necə eləyir? 6 rəqəmli ədəd edir.
139'a baxaq. 139'da da deyir rəqəmdən ibarət bütün 4 rəqəm var. Ədədlərə artan sıra ilə aşağıdakı bu da rəqəmlərdir. Digərlərində hərflər idi, bu da rəqəmdir. Deməli 2012 ədədinin sıra nömrəsini müəyyən edək. Sıra nömrəsi həmişə bir vahid artıq olur. Məsələn də deyək ki, 0 1-dən başlayır, 1 2-dən başlayır. Demək mən 2012 neçəlik say sistemində dərs yazdım. Burada yazın. Dondu. Yaxşı. 2012 burada üçlük say sistemində. Bunu nə edirəm? Çevirirəm onluğa. 0 1 2 3. 2 vurulsun 3-ün 3 üstü 3. 2 vurulsun 3 üstü 3. Üstəcə bu 0 da yazmıram. 1 vurulsun 2 üstü 1. Üstəcə 2. Burada 3-ün kubu 3-ün 9, 27. 27'ni də 2'ye vuranda neçə eləyir? 54 edir. 54. 54 üstəcələr. Bu da eləyir 2, bu da eləyir 2, 4 edir. Üstəcələr 4. Bu da eləyir 58. 58'dir. Amma 58 ədədin, bu ədədin onluq kodudur. Deməli, ədəddən bir vahid, bu gün səhv eləmədim, nəsə elə bir düz getmədim, bir də baxam hesablamada. 2013 ədədim, düzdür. Bunu çevirirəm, deməli 2, 27, 27, 2 də 7, 14, 1 yadda, 2 də 2, 4, 1 də yadda 5, 54. Üstünə gəlirəm, burada. Burada 2 yazmışam, deyirəm axı. 3 yazmalıydım. Deməli, üstünə gəlirəm, 3'ü. 5 demək, burada 5 gəlir. 59 deyirəm axı. 59, deməli 59 ədədi neçənci sıradadır? 59 ədədi sıra nömrəsi neçə olar? Bir vahid artıq olur da. Görürüm 0, 1-dir, 1, 2-dir, 2, 3-dür. Demək, bu da sıra nömrəsi 60'dır. 60, 59, 60-cı yerdən. 60. Sonra 140'a gələk. Onluq say sistemində verilmiş bu ədədi cəmiz. Bu yazaq. 140. Deməli, 16 üstü 5 üstəcəl 4 üstü 7 üstəcəl 2 üstü 8. 8-ci say sistemində yazılır. Onun 4 rəqəmi sayını deyil. 8-ci say sistemində çevirmək üçün birinci 2 yazılır. 2 üstü 4 üstü 5 üstəcəl 2 üstü 2 üstü 7 üstəcəl 2 üstü 8. 2 üstü 4 vurulsun 5 2 üstü 20. Üstəcəl 2 üstü 14, üstəcəl 2 üstü 8. Deməli, indi çevirirəm nəyə? 8-li. 2 üstü 3, 20-ni. 3'ü neçəyə vuranda 20 eləyir. 3'ü deməli 7'yə vuranda 21'i 6'ya vururam. Bu eləyir 18, ikisi çatmır. Vururam 2 üstü 2'yə. Üstəcəl, burada da 2 üstü 3 ayırıram. 3'ü neçəyə vuranda 14, 3'ü 4'ə vuranda 12 eləyir. İkisi çatmır yenə. 2 üstü 2'ye vururam. Üstəcəl 2 üstü 8'də 2 üstü 3. 3 dəfə 3'ün 9 eləyir. 3 dəfə 2 eləyir. O 6 eləyir. Burada da 2 çatmır demək. 2 üstü 2'ye vururam. Yazanda burada 2 üstü 2 4. 4 vurulsun 8 üstü 6. Burada 4 vurulsun. Üstəcəl 4 vurulsun 8 üstü 4. Üstəcəl 4 vurulsun 8 üstü 2. Bunları toplayacağım. 4 yanında 6 tane 0, 1, 2, 3, 4, 5, 6. Üstəcəl 4 yanında 4 tane 0. Deməli 1, 2, 3, 4 tane 0, 4 yanında. Burada da 4 yanında 2 tane 0. Toplayanda neçə gəldi? 0, 0, 4, 0, 4, 0, 4. Neçə tane 4 rəqəmi var? 1, 2, 3. 3 tane 4 rəqəmi var. 140'da da 3. 141'e bax, onluq say sistemində verilmiş bu ifadənin nəticəsini ikili say sistemində yazılışın. Bayaqçılar kimidir. Deməli 4 üstü 27'ni 4
4 üstü 27 üstəcə 8 üstü 15. 4 üstü 27 2 üstü 2 üstü 27 üstəcə 2 üstü 3 üstü 15. İkilik deyil, hə ikilik deyil. İkilikdə qalacaq. 2 dəfə 27-ni 2 üstü 3 dəfə 14 bir yadda 2 dəfə 24 bir yadda 5 54 üstəcə 2 3 dəfə 5 15 bir yadda 3 dəfə 45. Deməli, nəyi soruşur? Bir yanda 4 dənə 0, bir yanda 45 dənə 0 toplayanda 0 54-dən bir dənəsi gedir bura. Bunu toplayanda bir yanda 54 dənə 0, bir yanda 45 dənə 0. Burada 54 0 var idi. 54-dən biri 1 olacaq, qalanı 53 dənəsi 0 olacaq. 53 141 53 142 16 say sistemində yazılışı 50 rəqəmli ən kiçik ədəd 8-ci say sistemi təsvir edildi. 16 say sistemində 50 rəqəmli ədəddirsə, bunu ikilik say sisteminə çevirib sonra 8-də çevirməliyik. 50 rəqəmli ədədin hərəsində 4 bit vursam 4. Deməli 0, 20, 200 dənə ikilik ədəd edir. 200 dənə ikilik ədəd 2 üstündə 199 dənə 0 deməkdir. Ən kiçik dediyinə görə belə yazıram. Aha. İndi burada bunu 8-lik say sisteminə çevirmək lazımdır. 8-lik say sisteminə çevirəndə 199, bir yanda 199 0 deyil, belə. 199-u və yaxud da 2-ni də belə bilərdim. Yəni 199 bölürəm 3-ə. Burada neçə eləyir? Deməli 3 dəfə 6-nın 18 1 9 6-nın 18 1 66. Demək 66 düşür. 1-də qalıq qalır. Yəni birin yanında bir dənə 0 qalıq qalır. 1 2 yazanda bu 2. 2 yanında 66 dənə belə 0 olur. Nə soruşur? Hansı rəqəmlə başlayar? 2 rəqəmi ilə başlayar. 142 2. Sonra 143-ə baxaq. 140-da deyil, 8-ci say sistemindəki ən kiçik 3 rəqəmli ədədlə 16-cı say sistemindəki ən böyük rəqəmli ədəd. 8-ci say sistemində ən kiçik 3 rəqəmli ədəd neçədir? 1 0 0-dır. 8-likdir. 16-cı say sistemində ən böyük rəqəmli ədəd F-dir. Cəmini deyil, 2-ci say sistemində ən kiçik 8 rəqəmli ədədir. Hə, 2-ci say sistemindəki bundan çıxıram, 2-ci say sistemindəki ən kiçik 8 rəqəmli ədəd. Ən kiçik 8 rəqəmli ədəd neçədir? Deməli, 1 yanında 7 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5, 6, 7, 7 daha doğrusu. Aha. Yəni, burada 2 üstündə 6 deməkdir. 2 üstündə 7 deməkdir. Aha. 8 rəqəmli ədəd. İndi bunu deyək ki, ədəd onluq say sistemində göstərim. Yaxşı. Bu, deməli, 2 üstündə 7 isə 128 edir. 1, 2, 4, 8, 16, 32, 60 belə yazsam 128 edəcək. Bu 128. 128. F 16-lıqdadır. Bunları demək çevirəndə mən 0, 1, 10-luğa. 15-də 15, 16-ya vururum. Bir dəqiqə 15-i 16-ya vuranda 6 və 5, 33 yadda 6, 3, 4, 90, 15, 0, 4, deməli 2, 240. Belədir 240. 240-ın da üstünə 15-ini gəlirəm. 255. Burada elədi 255. Sonra çıxmaq da var da burada. Bu da 8-likdədir. 0, 1, 2 yazsam. 1 olsun 8-in kvadratı 64. Bu da 64. 64 ilə 255-i toplayıb. 255 üstünə 64. Sonra da çıxırıq nəyə? 128. Bərabərdir. Deməli. 5-in üstünə 4-ün gəlir. 9. 9-dan 8-ini çıxıram 1. 5-in üstünə 6 gəlir. 11. 11-dən deməli 2-sini çıxıram. Edir 9. Deməli 2-dir. 2-dən də 1-ini çıxıram. Qalır 1. 191 səhv etmirəmsə. Düz yazmışam da 191. 144-də baxaq. 144-də də belə bir onluq ədəddir. 2-lik say sistemi təsvir edir. 256 nə deməkdir? 208 deməkdir. Bunun da üstündə 4 var. Yaxşı.
Bu da 2 üstündə 8 dəfə 4-ün 32 edir. 2 üstündə 32. Neçə rəqəmlərdə dalınır? 33 rəqəmli əlbəttə ki. Bir yanda 32 dənə 0, 33 rəqəmli ədəd alınır. 145. Əsası n olan say sistemində 98. Bir dəqiqə burada yeni səhifə açım. Əsası n olan say sistemində 98 olan ədədi 3 rəqəmdən ibarətdir. Aha. 3 rəqəmdən ibarətdir. Bilmirəm da nədir? X, Y, Z deyək. En əsası say sistemi. Amma 98 çevirəndə 98-ə bərabərdir. İndi deyir ki, rəqəmdən ibarət və 2 rəqəmli. Bu axırda 2 rəqəmli ilə bitir və belədir. N-in ABC ən böyük qiyməti müəyyən edin. Yəni ən böyük say sistemində neçə olur? Deməli, mən baxıram, bunu deyək ki, 98-i mən nəyə böləndə, deməli, 98-i deyək ki, nəyə hər hansı bir x-lik say sisteminə bölmüşəm. Yenə daha doğrusu da böyükən böləndə, burada 2 qalmalıdır. Burada 96 düşməlidir, burada 2 qalmalıdır, belə. İndi mən deməli, bura 96 olsun. 96, 2. Yaxşı. Aha. Deməli. 96-nı. 96 bir dəqiqə. Ən böyük qiyməti müəyyən edin. Aha. Ən böyük qiyməti deyir, hə. Ən böyük qiymət nədir ki, mən bunu vurmuşam 96. 96-nı mən deyək ki, ən böyük qiyməti müəyyən edin. Deməli, burada üçlük almağım üçün 3 dənə bir ədəd almalıyım da, yəni çox olmamalıdır. Çox olmaz, mən deyim. Deyək ki, bundan sonra bir dənə də bir ədəd qalıq qalacaq. Məsələn, deyək ki, hər hansı bir ədəd almışam 2x. Onu da böləcəm yenə n-ə. Yenə burada bir ədəd almalıyım. Sonra da burada da axırıncı. Demək, mən 2 dəfə bölə bilərəm bunu. Həmin ədədi. Bu da. Belə, deməli, məsələn, bunu məsələn belə yazsam, 0, 1, 2. Deyək ki, bunu açsam mən, x-i vuracam n-in kvadratı, n kvadratı, üstə gəl, y-i vuracam, n üstü 1-ə, üstə gəl, 2 vuracam, n üstü 0-a, bərabərdir 98-ə. Burada mən, deməli, burada, n kvadrat, mən x-in yerinə nə, y-in yerinə nə qoya bilərəm, yaxşı. Burada demək, ikisini çıxsam, ya da bu yerə 2 ilə, ikisini çıxsam 96 qaldı. Elə bil ki, x vursun n kvadratı üstə gəl, y vursun n, bərabərə 96, 96 olmalıdır, bunların cəmi. Bunu belə deyə bilərəm, deyək, mən məsələn, burada 98-i, belə bir-bir də yoxlaya bilərəm. 98-i çevirmək üçün deyək ki, ikilik çox eləyər. Məsələn, 2-yə çevirsəm çox keçir. Deyək ki, 3-ə çevirsəm yenə çox keçir. Mənə 3 dənə ədəd lazımdır. Mən maksimum 2 dəfə bölə bilərəm. Demək, mən buna maksimum neçəyə bölə bilərəm ki, 2 dəfə olsun. Məsələn, deyək ki, 10-a bölsəm, misal üçün 10-a bölsəm, 10-a böləndə, bura 9 düşür, 90 eləyir, 8 qalıq qalır. Elə 10 olmaz da, yəni onsuz da onluqdadır çünki. Ondan kiçik rəqəm deyək ki, 9-a bölsəm əgər, baxaq, 9-a bölsəm, buradan düşür neçə? 10 düşür, 90, 8 qalır. Onu da 9-a bölsəm 1, 9, 1 qalır. Burada 8 qalır, yəni 2 qalır. Burada 2 qalmalıdır. Mənə bura 2 lazımdır.
Ona görə bax 98 deyək 8-ə böləndə. 8-lik say sistemində olsa əgər 98-i 8-ə böləndə buradan düşür necə? Deyək ki 14 edəsən 14 nədir? 12 etsəm 16 bir yadda 96 edir. 8 buradan baxım görüm olur olmur. 12-ni 8-ə böləndə bir dəfə 8 buradan qalır. Elə 8-likdə olur bu. Buradan qalır deməli 4 142 olur. Belə. Məsələn 9'luq qoyanda 9'luq olmadı, 8 düşdü qalır. Amma bizə sonda axı 2 qalmalıdır. Ona görə burada mən yendim aşağı, artıq 8-liyə böldüm. Yəni n 8-dirsə 8-ə böləndə burada 1 düşür. Deməli 2 qalır, daha doğrusu 12 düşür, 2 qalır. Sonra da 12-ni 8-ə böləndə 1 düşdü, 8 4 142 olur. Yəni bu da 8-lik say sistemində. 146-ya baxaq. Belə bir ağ-qara təsvir verilib ikilik say sistemində kodlaşdırılması 8-lik say sistemi ifadə edilir. Bunu ikilik kodlaşdırsam, baxacam, bax bu tərəflər, ağ tərəflər sıfırlarla kodlaşıbdır. Qara tərəflər də birlərlə kodlaşıbdır. Nəsə ki, yəni burada 0 və 1-lər var. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənə bu tərəfdə. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 7 vuram 8 eləyir 56. Burada 56 dənə 0, 1-lər var. Bunu 8-lik say sistemində ifadə etsəm, yəni 56-nı 3 bölsəm 3-ə neçə düşər? Deməli 1, 3, 2, 6, buradan da 3 dəfə deməli 8-ini 24. Burada qalır 2. 18 dənə. Neçə rəqəmdir? 19 rəqəmdir. 18 bir də 2 qalıq qalır. Onda 1 rəqəmi saysam eləyir 19 rəqəmli ədəd. 146 da 19 rəqəmli ədəd. 147-yə baxaq. Yeni səhifə. Aralığında yerləşən 16-lıq say sistemində yazılışının sonu 12 yaşında olan ən böyük tam onluq ədəd neçədir? Yəni burada bu aralıqda neçə dənə ədəd var ki, 16-lığa çevirəndə sonu 1-2 şəklində olsun. Deyək ki, bu hər hansı bir ədəddir. Böləndə 16-ya burada qalsın 1. Deyək ki, bunu da 16-ya böləndə burada da qalacaq 2 qalıqlarda. Deyək ki, hər hansı bir x ədəddir, bu deyək, y ədəddir. Məsələn də belə bölsəm, bu da deyək ki, z-dir. Burada 2 qalacaq, burada 1, yəni 1-2 şəklində olacaq. Sonun deyir də, çünki burada deyək ki, başlığı z-dir, məsələn 2, 1, belə bir ədəd olur. Ən böyük, indi burada mən 900'dür. Deməli, baxıram burada. Deməli, sonu 1-2'dir. Sonu 1-2'dir, başlığı 2'dir, demək, sonrası 1-2'dir. Ona ən böyük, 16-lıqdadır, deyək ki. 16-lıq bir ədəddir. Bunu deməli nəyə bərabər edirəm? 900-dən kiçik ədədlərə bərabər edirəm. 900-dən kiçik, 900-ə bərabər. 900-ə bərabər yazdım, 900-dən kiçik. Aralığında deyir də, bu aralıqda. Yaxşı, indi baxırım 900. Bunu tənliklə deməli elə. 0, 1, 2. Buranı silin. Deməli, x vurusunun 6'nın kvadratı eləyir neçə? 16 kvadratı neçə? 256 eləyir da. X 256 x. Üstə gəl, 1 vurusunun 6 üstü 1 16'dır. Üstə gəl 2'dir. Kiçikdir 900.
Burada 256 2 16 18 edir. Kiçikdir. 900-dən çıxıram 18-ini. 256 2 kiçikdir. Ondan 8-ini 2, 9-dan 1-ini 8, 8 burada 882 edir. X-də bərabərdir. 882-ni bölürəm 256-ya. Kalkulyator açaq. Kalkulyator. Deməli 882 bölünsün 256-ya. Bərabərdir. 3 düşür burada. 3. X demək nəymiş? 3'üymüş. Nəyə soruşurkən böyük tam olduğu ədəd sonu yazmadan ən böyük tam olduğu ədəd neçədir deyir. Hə, bu demək 3'dür və bu hansı ədəd bu? İkisinin yerinə tapdım ki 3'dür. Yəni 3, 1, 2 belə bir ədəddir. Bunu indi deyir ən böyük tam olduğu ədəd. Onluq ədədə çevirməliyəm. 0, 1, 2. 3'ü vururam 16'ın kvadratına. Yəni burada ikisinin yerinə qoyuram da 256'nı vururam 3'ə. 256'nı 3'ə vuranda 3 dəfə 6 18 bir yadda 15 bir yadda 16 bir yadda 6 668'in üstünə gəlirəm 18'ini 18'ini 7 bir yadda 8 6 686 686 aha 686 elədi bu 686 deməli 6 yox, bu 7 qalır, burada 1 qalmışdı 7 olur, 786 786 məsələn cavab 786 148 ədədinin verilmiş sayı sistemlərində ifadəsinə görə uyğunluğu müəyyən edin. Məsələn deyək ki 100'ü məsələn 5'ə böləndə neçə düşəcək? 100'ü 5'ə böləndə 20 düşür, 100 0 qalır. 20'ni 5'ə 4 20 0 qalır. Demək burada 400 B'dir da. Demək 5'liyə çevirəndə B 1 B. Sonra 8'liyə çevirəndə 100'ü bölürəm 8'ə. Demək 1, 8, 2, 20, 2, 16, 4, 12'ni 8'ə, 1, 8, 4, 144. 144 də 7. 8'ə çevirəndə 144. Burada 100'ü də 16 ola çevirəndə deməli 6 dəfə, 6. 6 66, 1 yadda 6, 1006, 3 yadda 9, 96, burada qalır 4, 64. Bu da ad 1B, 2E, 3A. İkilik sayı sisteminin ən böyük rəqəmli ədəd. 8 sayı sisteminin ən böyük rəqəmli ədəd, 2 sayı sisteminin ən böyük rəqəmli. 16 sayı sisteminin ən böyük, ikilik sayı sisteminin ən böyük rəqəmli ədəd neçədir? 1, 1, 1'dir. İkilikdə. 8 sayı sisteminin ən böyük rəqəmli ədəd 7, 7, 8-likdə. İkilik sayı sisteminin ən böyük 4 rəqəmli ədəd. Ən böyük 4 rəqəmli ədəd 1, 1, 1, 1'dir. İkilikdə. Deyir 16 sayı sisteminin ən böyük rəqəmidir. 16 sayı sisteminin böyük rəqəmi neçədir? F-dir da. F-dir. Bunlardan hansı F edir? Bu. 1, 2, 4, 8 yazsam. Bu 15. Bu da F-dir. Demək 3'ə gedir A. 3'ə A gedir. 63, 10.63'dür. Bunların hansını çevirəndə 10.63 edəcək. Məsələn, bunu çevirsən. Bu çevirin 1, 2, 4, 8. Bu da eləyəcək 7. Yəni bu eləyə bilməz. Bu 7 eləyir. Məsələn, 8 sayı sistemin ən böyük rəqəmi. Elə bu 7'dir. Bu A-dır. Demək 1'ə gedir D. 1'ə D gedir. Həm də başqa şey gedə bilər. Həm də baxaq. DC 16'lıq, 10'luqda 16'dır. Bunlardan hansı 10'luqda 16'dır? 5 biri. Baxaq bir də 16'lıq sayı sisteminin ən kiçik rəqəmi. 16'lıq sayı sisteminin ən kiçik rəqəmi yoxdur burada.
0 eləyən yoxdur axı. Deməli, burada yoxdur. 8 hissəsini dedik, onu. İndi baxaq, bunu çevirəndə mən 10-luğa, 7 vurulsun 8, 56, 56-nın da üstünə 7 gələndə eləyir, deməli, 63, 63, düzdür, eləyir 63. B-dir, deməli, B-yə gedir, daha doğrusu 2-yə gedir, B. Salam, 1D, 2B, 3A. Sonra 150. Belə bir yenə veribdir. Bunu çevirin. 1, 2, 4, 8, 16, 32. 32 ilə 16 edir 48, 48, 48-in üstünə üçün 50, 51. Bu 51'dir. Yəni 2'ye A gedir. Sonra bu 16'lıqdadır. 16'lıqdan yenə ona çevirəndə 3 vurulsun 16, 3 16'ya vuranda edir 48. Üstünə də bu da 51. Deməli 2'ye həm A gedir, həm də B gedir. Sonra buna baxıram. 1 vurulsun 16, üstünə də 11-in gəlir. 16'nın üstünə 11-in gəlir, edir 27. 27. Bu da 3'ə gedir. Yəni 3'ə gedir. Nə? C. Sonra bunu çevirirəm. 3 vurulsun 8. 3 vurulsun 8, 24. 24'ün də üstünə 27. Bu da 27'dir. Demək 3'ə həm də nə gedir? D gedir. Sonra bura baxıram, çevirirəm. 1, 2, 4, 1, 0, 1, 2. 1 vurulsun 8'in kvadratı. 64, 64'ün üzerinde 65. Bu da 1'e gedir E. 1'e de gedir E. Belə. 151. 151 uyğunluğu deyil müəyyən edin. X ixtiyarı natural ədəd olarsa 2 üstü x onluq ədədinin 8-ci hissə sistemindəki yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Tamam. X ixtiyarı natural ədəd x olar. Natural yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Deməli, natural ədəd olarsa 8-ci hissə sistemində yazılış. 2 üstü deyək ki, məsələn 8'dir. Bu A variantını qoysaq. 2 üstü 8 nə deməkdir? Bir yanda 8 dənə 0. Və yaxud da 256. İndi deyək ki, 8-ci hissə sistemindəki yazılışında ədədin ilk rəqəmi maksimum neçə olar? Misal, bax, bunu ixtiyari natural ədəd olarsa 8-ci yazılışında maksimum neçə ola bilər? Maksimum 8-likdə deməli 4 ola bilər də, yəni 4-dən artıq ola bilməz. 4 deyə gedir. Deyək ki, bax, məsələn, 2 üstü hər hansı 10 ədədidir. 10. Bunu 2 üstü 3 edirəm. 3'ə vururam 9, 1'i çatmır. Və yaxud da 11. 11 eləyirəm, 3'ə vururam 9, 2'si çatmır. 12 eləyəndə olmur. Yəni 11-dirsə, 2 üstü 11-dirsə. 2 üstü 11. Bunun məsələmdə deyək ki, mən 8-yə çevirim. 2 üstü 3. Üstü 9, 9'un neçəsi çatmadı, 2 üstü deməli 3'ü çatmır da, yox, ikisi 9, 10, 11, hə, ikisi çatmır. Bu da maksimum, yəni 4 edir, 4 edə bilər, mütləq 4 edir. Yəni 4'dən artıq olanmaz qabağındakı ədəd 8-likdə. Bu 2 üstü x-dən çevirən daha. Bu da D, demə 1'ə gedir D, 1'ə D gedir. Sonra deyir ki, ixtiyari natural ədəd olarsa, x uyğunluq ədədinin 16-lıq sayı sistemindəki yazılışında ədədin ilk rəqəmi maksimum neçə olur? Ədədin ilk rəqəmi maksimum burada 16-lıqdan söhbət gedirsə, maksimum 8 ola bilər. Yəni 2'yə də gedir A. O da bayaq dediyim kimi də, misal üçün, 2 üstü deyək ki, 15'dir. Bunu 16-lığa çevirin, 2 üstü 4, 4'ü 5'ə vuranda 24'ü 4'ə 16 eləyir. 4'ü 3'ə vuranda, məsələn, 4'ü 3'ə vuranda git! İşte! Özürlü sayın. Deməli, burada 16, 2 üstü fikrimi dağıtdım bir şey. 2 üstü 4, 16, 16'nın üstünə deməli 3 tane 4'ün deməli 12 neçə çatmır? 3 çatmır. Onda 2 üstü 3 da qıraqda yazırım. Deməli, bax, bu da neçədir? Maksimum 8 deməkdir da. Yəni, başlıq maksimum 8 ola bilər. Ondan artıq ola bilməz. Sonra 152. Verilmiş bərabər sonuncu sualda da deyəkin ki,
Verilmiş bərabər əsasında x və y-in ən kiçik qiymətlərini müəyyən edin. X və y say sistemi əsasını bildirir. Tamam. Baxaq. İndi baxaq görək bunlardan hansı ola bilər. Misal üçün A variantında 9, bir də 5-dir. Deyək ki, bax bu 9, bu da 5'likdirmi? Bax 45 9'luqdadırsa, bu da 71-də 5'likdə ola bilərmi? 0, 1, 9 dəfə 4'ü necə eləyir? Deməli 36. 36'nın da üstünə 5'in gələndə 41 edir. Bu 41'dir deyək ki. Bunu 0, 1, 5 vururam 7'yə eləyir 35. 31'in də üstünə 35, 35'in də üstünə 1, 36. Demək bu deyil. Bu bunun deyil də. İndi baxıram. Digərinə də qoya bilərəm bunu. Və ya da bunlardan birinci buna baxaq. Bəlkə yeni səhifə açım. x-likdə bərabərdir 21 y-likdə. Aha, baxıram. X 13'dədirsə, 45 13'dürsə, 71 8'likdə. Bu mümkün deyil də. Çünki bu böyük ədəd deməli böyük say sistemində ola bilər də. Yəni yox, bir düzdür. Hə, düzdür. Eynidir. Kiçik say sistemində olmalıdır. Hə. Sonra bu 0, 1. Demək 4'ü vururam 13'ə. 3'dədən 12, 1 yarda 4'dədən 1 edir 5, 52. 52'nin də üstünə 5 yarım eləyir 57. Bu 57'dir, bərabərdir. Bu 56, hə, bu eləyir 56, üstünə də 1'in 57, 57 bərabərdir. Deməli 1'ə gedir B. Sonra indi keçirəm 14. x-likdə bərabərdir 41 y-likdə. Deməli, məsələn 9'u qoysam yerinə 9, y-in də yerinə qoysam 5'i. Burada dəyişsəm 9, 9'un üstünə 4'ün gələndə eləyir 13, 13. 4 də 5'in 20, 21. Bu demək deyil, A variantı deyil. Sonra bu qoyuram, 3 qoyuram yerinə. Bax, demək. Bunun yerinə 3, bunun da yerinə 2 ola bilərmi? Olmaz. Çünki bu üçlükdə olamaz, bu da ikilikdə olamaz. Bu heç deyil. 9 və 7 qoyuram. Burada 9 qoyuram, burada 7 qoyuram. Baxaq. Deməli 1 vursun 9, 9, 9'un üstünə 4'ünü 13. 4 dəfə 7'ni deməli 28 eləmir. Bu da deyil. İndi 17 qoyuram bura. 17, bu da 5. 17'nin üstünə 4'ünü gəlirəm, elə 21. Bu da eləyir, elə 21. Bu düzdür, bu getdi deməli. 7'ə gedir 2'yə. Və 2'yə gedir. İndi qaldı 25 x-lik bərabərdir 43 y. Buna A-ya baxıram. A neçədir? 25 9'luqda, y-də daha doğrusu 43 5'likdə. Baxıram. 2 dəfə 9 18, 18'in üstünə 5 gələndə 23 edir. Baxın görün, bu da 23 edir, 20, A da 23, bu da 23 edir. Yəni 3'ə də A gedir. Belə. Bitdi yəqin ki, bu qədər.